Təkamül sözünü görəndə yaxud eşidəndə ağlınıza ilk bu təsvir gəlir. Elə deyil? Bir çoxumuz ya məlumatsızlıqdan ya da manipulyasiyaların təsirindən nəhəng bir nəzəriyyəni sadəcə meymun insan kontekstində mənalandırırıq. Bu bilirsiniz nəyə bənzəyir? Məsələn, riyaziyyatı yaxud fizikanı bəsit formul və hesablamalarla məhdudlaşdırmağa. Təsəvvür edin, riyaziyyat deyiləndə ağlımıza sadəcə 2 vur 2 bərabərdir 4-ün gəlməsi nə qədər absurd yaxud məhduddursa, təkamül deyiləndə insan meymun ardıcıllığının gəlməsi o qədər məhduddur. Üstəlik, insan əcdadlarının meymunlarla ortaq əcdaddan gəldiyini bildiyimiz halda, yəni insan meymundan əmələ gəlib yanaşması belə xətalıdır. Əslində insanlar və meymunlar ortaq əcdaddan törəyib desək, daha doğru olar. Digər tərəfdən təkamül qanundur, yəni təsdiq olunmuş faktdır. Canlı, cansız, ümumiyyətlə mövcud olan hər şey bu prosesin qanunauyğunluğuna tabedir. Gəlin anlayışları qarışdırmayaq. Təkamül nəzəriyyəsi isə bu qanunu yaxud faktı izah edən qanunauyğunluqlar toplusudur. Başqa sözlə, qravitasiya təkzib olunmaz faktdır, yəni qanundur. Yəni Newton yanaşması ilə desək, böyük cisimlər digər kiçik cisimləri cəzb edir. Einstein yanaşması ilə isə fəza zamanın bükülməsi ilə daha kiçik kütləsi olan cisimlər daha böyük kütləsi olanların bükdüyü məkana meyllənir. Bu kontekstdə bütün bu yanaşmanı açıqlayan fikirlər toplusuna biz qravitasiya nəzəriyyəsi deyirik. Eynən təkamül mövzusunda olduğu kimi. Xülasə, nəzəriyyə və qanun fərqli məfhumlardır və bir-birini tamamlayır. Ancaq biri digərindən güclü, yaxud üstündür demək axmaqlıqdır. Həmçinin qanunun nəzəriyyəyə və əksinə çevrilmək kimi öhdəliyi yoxdur. Təkamülün başqa bir anlaşılmayan tərəfi isə prosesin özüdür. Məsələn, necə olur ki, heç nə yox ikən, ən azından canlı bir şey mövcud deyilkən, bu qədər mürəkkəb quruluşlar formalaşdı. Məsələ burasındadır ki, heç də bütün proses bir göz qırpımında baş vermədi. Uzun illər və təkamül prosesinin qanunauyğunluqları ilk bəsit orqanik strukturların formalaşması ilə nəticələndi. Burada da birinci yanaşmada olduğu kimi natamamlığa yol verilir. Belə ki, güya təkamül prosesi sadəcə kör təsadüflərdən ibarətdir. Yəni hansısa spontan hadisə, məsələn, ildırım düşməsi, vulkan püskürməsi yaxud sel basması nəticəsində birdən-birə canlı həyat formalaşır. Ancaq bilirik ki, məsələ bu qədər bəsit deyil və təkamülün tək katalizatoru kör təsadüflər deyil. Nədənsə bunu iddia edənlər təsadüf prosesini xəffifə alır və digər tətikləyici amilləri göz ardı edirlər. Məsələn, siz onların heç elmin, xüsusən tibb elminin dəqiq fakt kimi qəbul etdiyi mutasiya prosesini dilə gətirdiyini görmüş yaxud eşitmisiniz, bəs başqa bir proses olan və istər bu nəzəriyyəni təsdiq edən, istərsə inkar edənlər tərəfindən imtina olunmaz fakt kimi qəbul edilən adaptasiyanı, bəli, təkamül prosesi tək təsadüflərdən ibarət deyil, həm də başqa tətikləyici və hərəkət verici faktorlardan ibarətdir. Əlqərəz bir mövzu yaxud hadisəyə bütöv obyektiv yanaşmaq lazımdır. Əks halda manipulyasiyaların qurbanı olmaq qaçılmazdır.